Ervin bəy, xoş gəlmisiniz. Salam, xoş gördük Fidan xanım. Necəsiz? Yaxşı, siz necəsiz? Təşəkkürlər. İlk bundan başlamaq istəyirəm ki, sizin çox sayılı belə deyək fəaliyyətiniz var. Ümumiyyətlə bir gənc insana görə belə çox tərəfli maraqlarınız var. İstəyirəm onlardan birinci başlayım sizi sorğu salardan. Mənə çox maraqlıdır ki, bildiyim qədər əsas fəaliyyətiniz videoqrafiyadır. Daha çox bəli. Və sadəcə belə deyək, toylar, ad günlər deyil, siz film yönümlü daha çox çəkilişlər eləyirsiniz. Və həmçinin də aktyorluq qabiliyyətiniz var. Bəzi filmlərdə sizi görmüşük. Sonra səsləndirmə, dublyaj, hətta bir səhifə açdınız. Çox qısa müddətdə çox tanındı. Özünüzü ən çox harda görürsünüz və necə oldu ki, bu qədər fərqli sahəni özünüzdə toplaya bildiniz? Açığı belə deyim, tam olaraq o formalaşmış bir sahə olaraq beynimdə hələ ki müəyyən bir peşə yoxdur, amma bu qədər şeyin içində olmaq, daha çox məsələn maraqlar var. Hamısı bir-birinə bağlıdır. Yəni deyim məsələn dublyajı bilməyim film sayəsində çox kömək olur. Videoqrafiyada işləməyim məsələn o film sayəsində kömək olur. Eyni şəkildə film sayəsində olmağım da digərlərinə çox təsir edir. Yəni bağlılığı çoxdur ümumiyyətlə bir-birinə o baxımdan. Həm də ümumilikdə bilik baxımından, öyrənmək baxımından daha çox məlumat əldə edirsən, daha çox məlumat sahibi olursan, onları öyrəndikcə gedir. Məsələn, videoqrafiyanın özəlliklərindən biri odur ki, nə çox sevirəm. O vaxtda mən məsələn həkim də olmaq istəmişəm. Ona belə marağım olub, fərqli peşələrə marağım olub. Həmişə məsələn istəmişəm ki, gedim əməliyyatlara baxım, ya da bilmirəm əməliyyatda iştirak edeyim, amma heç vaxt ağlıma gəlməzdi ki, videoqrafiya baxımından gedib məsələn əməliyyat videosu girib çəkərəm. Yəni olub ki, əməli başda açıq ürək əməliyyatı olub, hətta ömrümdə birinci dəfə girmişəm. Yəni qandan qorxan insan gedib orada da iştirak eləmişəm. Amma bir növ o soyuqqanlılığı qoruyaraq, yəni normalda bəlkə təsir eləyərdi, amma həmin situasiyada işimə bağlılıqdan heç gözüm görməyib o şeylərə. Hətta maraqla gəlib baxmışam, həkimə də sual vermişəm. Eyni şəkildə dublyajda da artıq müəyyən bir bilik baxımından ən azından məsələn analiz edirsən, hansısa bir filmə baxırsan ki, sən nəsə material götürürsən, nəsə səsləndirmə edirsən, ya məsələn kütlənin bir balaca düşüncəsini bilirsən ki, daha çox nə insanları güldürə bilər, nə qıcıqlandıra bilər, nə maraq yarada bilər. Bu situasiyalar olur, yəni çox araşdırmadan artıq bir nəticə çıxardırsan. Bunu siz nəyə bənzətdim? Kino var idi yadınızda, Milyonçu. Hə, o uşaq Milyonçu verişində odur, bəli. O mənə həmişə o cür həyatımdakı hadisələr o filmi xatırladır. Məsələn, bu gün bir mövzu düşür və mən o sahədə bilgilər belə nümayiş etdirirəm. Sonra öz-özümə deyirəm, mən bunu o qədər təsadüf nəticəsində öyrənmişdim. Sən başqa bir şey eləmək istəyirdim, amma bunu öyrəndim və bu məlumat mənə lazım oldu. Amma bununla bərabər özünüzün araşdırma qabiliyyətiniz də mənim çox belə diqqətimə səbəb olur ki, sadəcə üstdən yanaşmırsınız. Mən belə başa düşdüm. Yəni üstdən yanaşma necə? Məsələn 2017-dən hardasa belə bir düşüncə formalaşdı ki, gündə ən azından 1 dəqiqə belə yeni nəsə öyrənsən, o zaten sənin qabığa gedir. Yəni beynində o məlumatları yedirsən. Neçə yaşınız var idi onda xatırladınız? 17 yaşım. 2000 təvəllüdə. Yəni o yaşdan etibarən o düşüncə formalaşdı. Ən azından bir gündə yeni bir nəsə öyrən, 1 dəqiqə belə olsa yeni nəsə öyrən, məlumatdır. Necə maraqlıdır bircə dəqiqə. Necə oldu ki, çox gənc bir insan, bu gənclər üçün də bir önəmli məlumat ola bilər. Belə bir qərarı verdi özündə. Nədən sonra formalaşdı? Universitetə qədər əslində bir fikir sahibi idim. O da təbii ki, ailənin də artıq o baxımdan müəyyən qədər dəstəyi olub. Onlardan görüb öyrəndiyim. Amma deməzdim ki, o dərəcədə böyük bir şey öyrənmişəm oradan, bu məsələn düşüncəyə gəlib çıxmışam. Sadəcə olaraq yön verilib. Artıq universitetdə məsələn müəllimim sayəsində Pərviz Məmmədrzayev bizə məsələn dərs deyirdi. Ondan öyrəndiyim çox şey oldu. Eyni şəkildə digər müəllimlərdən. Görürdüm, yəni məsələn gördüm ki, araşdırmaq ən azından məsələn bəsit diksiyanı düzəltmək belə, danışığı düzəltmək belə bizi hər baxımdan qabaq, hər yerdə qabaq atır. Həm bir iş görüşməsinə gedirik tutaq ki, orada artıq sən bilirsən ki, necə danışa bilərsən, sıxılmadan, ən azından özgüvəni necə idarə edə bilərsən ki, nə həddindən çox olsun, nə az olsun. Bunları artıq görə belə fikirləşdim ki, hə, deməli mən hər gün yeni nəsə öyrənsəm, istənilən yerdə, istənilən formada o mənim qabağıma hər yerdə çıxacaq. Yəni müəyyən bir sahədə, müəyyən bir danışıqda belə, yeni insanlarla ünsiyyətdə belə o kömək olacaq hardasa bir vasitə olaraq. Və olur da gördüyümüz kimi. Çox olur. Yəni dəhşət çox olur. Həm də istər-istəməz deyir insan öyrənməyə ac olduqca daha çox həyatın marağı yaranır. Bəs maraqlıdır. Məsələn sizin o dövrdə ətrafınızda sizin kimi olan insanlar var idimi? Məsələn az idi, çox az idi. Hətta deyərdim ki, bizdə
araşdırmağa meylli uşaq çox az idi. Bizdə hətta psixoloji olaraq belə bir şey öyrətmişdi. Məsələn, müəllim demişdi ki, aktyor sənəti baxımından yola çıxdınız, tutaq ki, avtobusdasınız ya hansısa metroda, başqa nəqliyyat vasitəsində. Ətrafınızda olan 5-6 nəfər seçin, onları analiz edin. Təxmin edin ki, bu adam harda işləyir. Psixologiyada da belə bir şey var. Hə, yəni analiz edirsən, fikirləşsən ki, görürsən bu adam nə dərdi var. Məsələn, üzüntülüdürmü, deyilmi? Hətta mən o artıq bizə dərs kimi verilmişdi ki, bunu yazın not dəftərində gətirin. Hardasa bir həftənin materialı idi. O mənim bir növ həyatıma çevrildi bir yerdən sonra. O qədər bağlandım ki, getdiyim yerdə hər yerdə məsələn 10 nəfəri seçirdim, başlayıram araşdırmağa. Yəni analiz edirəm ki, görürsən bu adam hara gedir. Yəni nə bilim, məsələn bu adamın nə dərdi var, hə, mesaj gəldi, ona nə gəldi? Yəni münasibətdə olduğu adamla necə münasibət saxlayır? Bu insanlara siz nə öyrədir? İnsanları oxumağa. Hə, insan tanımağı, hətta yaşlarını təxmin, hərdən ürəyim partlayır, soruşmaq istəyirəm ki, məsələn, düşündüyüm doğrudan düzdür görəsən. Yaşını soruşum görüm düz təxmin eləmişəm. O marağımı çox çəkib. Hətta analiz eləmişəm ki, bürclərlə yaşın məsələn, o davranışın bağlılığı var yoxsa yox. Görmüşəm ki, bir çox situasiyada yox. Yəni tam olaraq uyğunluq yoxdur bürclərin o xarakter formaları. Bürclər demişkən, orayla maraqlanırsınızmı? Orada nə qədər inancınız var, yoxdur? Orada inancımı bir dəfə necə yoxladım? Yəni sadəcə maraqdan. İnanc məndə belədir ki, sadəcə olaraq analiz edib nəticə çıxardıram. Ona uyğun artıq bilirəm ki, vəziyyət nədir, gerçəkdirmi yoxsa yox. Yəni xarakter verirsiniz o barədə deyirsiniz. Yəni məsələn 100 nəfər desə ki, belədir, 100 nəfərin sadəcə məlumatını götürüb gedib analiz edəcəm. Görüm doğrudan elədir yoxsa yox, tam nəticəyə varana kimi. Bürclər söhbətində də eyni şəkildə analiz edib baxmışdım. Bir dəfə şir bürcü olan bir adama tam başqa bir bürc haqqında məlumatı verib demişdim ki, şir bürcü haqqındadır da bu. Mən deyirəm təsdiqləyirəm, hə düzdür, mən də beləyəm, deyirəm. Hə mən də beləyəm, mən də filan şeydə elə mən bunu deyirəm filan. Axırda qutarandan sonra dedim ki, bu şir bürcünə aid deyildi. Hə, onda başa düşdüm ki, neçə nəfər də bunu yoxlayanda bürclər haqqında verilən məlumat əslində ümumilikdə insanlar haqqında, yəni xarakterik bir məlumatdır. Heç kim təbii ki, özünü pisləyəcək formada qəbullanmaz ki, yox, məndə bu şey yoxdur. Tənbəllik də məsələn hamıda var. Hamıda bir tənbəllik var. Bir miqdar. Məsələn, tutaq ki, kimdənsə bir qisas almaq məqsəd, qisas deməyək, kimsə nəsə eləyib xətrinə dəyib içində saxlayıb. Bu da çox insanda var. Yəni orada elə məlumatlar yazılır ki, mənə görə bu ümumilikdə hamıya aid bir məlumatdır. Bəs məsələn insanlar olur ki, belə deyək, həyatını, gününü, hətta münasibətlərini buna görə qurur. Ya astrologiyaya görə, ya numerologiyaya görə. Varmı ətrafınızda və yaxud özünüz buna nə qədər həvəslisiniz? Çünki gənclər arasında çox, sizə gənclər kateqoriyasına aid eləyirəm və düşünürəm ki, sizə də bu yəqin ki, toxunur bir qismi. Nə qədər buna əməl eləyirsiniz, inanırsınız? Yəni çox olur, qarşıma daha çox çıxır. Xanımlarda düzü daha çox görmüşəm. Məsələn, o rəqəm paylaşırlar ki, hə, şey elədim, nə bilim bir şey düşündüm, arzu elədim, hə, bunu göndərirəm, enerji alıram, belə bir şey var. Əslində fiziksel olaraq həm də ki mənəvi olaraq insana müsbət təsir bağışlayır. Demək ki, o insanın inancının olması fərq edə necədir? Ondan müsbət bir şey gözləyirsə, istənilən formada əldə eləyəcək. Yəni çünki məqsədə doğru gedir hər addımında. Amma gerçək yönüllü, məsələn sən daşa da inansan, o baxımdan ki, daş mənə uğur gətirəcək. Zaten sən uğurlu olmağa doğru gedirsən, inancın var. Bir baxımdan sadəcə elə bir ki, ünsür seçilib. Yəni nömrə, bu üsul hipnoterapiyada da var. Məsələn, sən bir insanı siz demiş, hansı bir qəpiyin ona müqəddəs bir güc verdiyinə inandıra bilərsən və yaxud bu çaşqandan suyu içsən, daha sağlam olacaqsan, buna inandıra bilərsən. Olur, məndə də məsələn, o deyirlər ki, dollar gəzdirəndə kaşlokda, güya ki, pul dolu olur kaşlokda. İnancım yoxdur, sadəcə olaraq qoymuşam o dolları ki, qəribə bir inancı saxlayıram ki, hə, gələcək nəsə. Elə bir şey, yəni istəmsizcə olur. Ya məsələn, belə bir inancım var ki, o şans deyirlər də, insanda şans var. Həmişə inanmışam ki, 0,1 ehtimal belə olsa, hardasa mənim bəxtim gətirəcək nədəsə. Olubmu? Dəhşət çox olub. Hətta elə bir situasiya olub ki, hamı yox deyəndə mən demişəm ki, yox, yəni 0,1 belə varsa olacaq, olub. Mən bunun belə deyim, dərsini bilirsiniz nə vaxt almışdım. Bir psixoloq var idi. Xaricdən gəlmişdi, bir müddət Bakıda yaşadı. Onda mən çox gənc idim, heç psixologiya ilə hələ belə dərindən tanış deyildim. Bir nəfər soruşdu ki, mən məsələn yerdə pul tapıram və onu götürmürəm ki, mənə məxsus deyil, günahdır və s. və ilaxır. Digər xanım qayıtdı ki, izləyicilərdən, niyə ki, götürmək lazımdır? O sənin önünə çıxıbsa, demək bunu Tanrı sənin önünə çıxardı və sən çox yanlış hərəkət elədin ki, onu götürmədin. Burada psixoloq qarışdı və dedi ki, siz ona niyə onu deyirsiniz də? Yəni onun inandığı nədirsə, zaten o olacaq.
Sənin Yəni. inandığın nədirsə o olacaq. Orada özüm üçün analiz elədim. Deyir, bax indi sən ona öz fikrini dedin, o sənin fikrinlə davransa, heç nə yəni olmayacaq. O fikrin çəkəcək onun ki, yox, götürməliydim. Hətta götürməzdim. Hə, ona görə mən burada siz çox anlayıram nə demək istəyirsiniz. Yəni insan nə inanırsa, onu böyüdür. Onu da orada gedir. Eyni şeyi mən də düşünmüşdüm. Elə bu yaxınlarda yol gedirdim. Birdən fikirləşdim ki, məsələn, qabağıma yerdə tutaq 20 qəpik çıxsa, hətta baxırdım yerə ki, bəlkə çıxar. Elə onu fikirləşdim, görürsəm indi məsələn onu götürsəm, necə sayılır? Yəni 20 qəpiyə də möhtac kimi götürürəm, yoxsa götürməsəm, yəni bir növ elə bil ki, Allah qabağıma çıxartmışdı o 20 qəpiyi. Mən ona da baxmadım, keçdim. O dilləri, yəni fərq eləmir, qabağına nə çıxırsa, qismətində taleyindir. Bir növ ona inanıb gedərəkdən hər iki seçim də var. Yəni məsələn iki seçimdən biri budur ki, götürsəm güya ki, pula möhtacam. Yəni başqasının malını götür. Başqasının malı. İkinci ehtimal da bu. Məsələn onu düşünürsən ki, bəlkə o həqiqətən də ehtiyacı olan biri onu görüb götürərdi. Həmin vaxtda doğrudan olur. Hə, yəni o suallar altında qalırsan belə götürərəm, götürməzdim, amma məncə istədiyin anda düşünmədən necə davranmaq istəyirsənsə elə davranmalısan. Yəni elə böyük bir məntiqi yoxsa, yəni kiməsə ziyan vurmayacaqsansa, heç bəlkə də onu heç kim görməyəcək, bəlkə də yəni heç kim götürməyəcək. Bəzən həqiqətən də çox ağırlaşdırırıq, çox məna veririk xırda bir şeylərə. Bunu mən bilirsiniz, hər kəs bilir ki, mən belə çox dindar deyiləm, amma dində çox qəşəng bir bunu izah edən cümlə var. Deyir, nə elədiyin önəmli deyil, hansı niyyətlə elədiyin önəmlidir. Ona görə yəni niyyət önəmlidir ki, o qəpiyi də hansı niyyətlə götürürsənsə məncə. Hə, elə bir şeydir. Yəni ola bilər ki, zaten o pulu sən kiməsə verəcəksən. Yenə də özündə qalmır ki, saxlamırsan, onsuz da gedəcək kiməsə çıxacaq. Hə. 20 qəpikdə mən başıma gəlib bir dəfə necə şəhərdən məsələn evə qayıtmalıydım. Həqiqətən də heç qəpiyim yox idi, yəni pulum yox idi və ayaqla qayıdırdım axşam vaxtı. Düz şəhərdən Biləcəriyə. Yol boyu fikirləşirdim ki, bir dənə heç olmasa yerdən 20 qəpik belə tapsam, şeylərəm necə düzəldərəm, minərəm də avtobusa. Axıra kimi mən yola baxa-baxa getdim ki, ən azından bir dənə 20 qəpik çıxsın. Olur belə situasiya. Özdə onda uşaq itmətdə deyəlim, 14 yaşım var deyəsən, 13-14 yaşımda. Niyə şəhərdən evə qayıdırdım o vaxt? Məsələn, onu o vaxtdan yadımda qalıb ki, demək ki, kiminsə həqiqətən də elə bir situasiyası olur ki, ehtiyac olur. Yəni gözləyirsən bir şey. Bəsidindən yerdəki qəpikdir ya. Amma artıq inanclara gələndə ki, o qəpi uğur gətirər, yəni bilim hansı başqa bir şeydənmi umursan, nəsə gözləyirsən. Məsələn mən nə etmişdimsə həmin vaxtda çıxmadı ki qabağıma. Nə qədər o inancla şey elədim ki çıxacaq, olmadı. Ona görə də bir növ sadəcə ana uyğun düzgün hərəkət etmək var. Elədir. Bu bir də bilirsiniz məncə nə ilə bağlıdır? İnsanın nə qədər həyəcanlı və təşvişli olmasıdır burada rol oynayır. Emosional olmasıdır. Hə, mən bunu nə ilə məsələn izah eləyə bilərəm? Mən məktəbdə oxuyanda həmişə deyirdim ki, bir şey var idi, məbsin vaxtı var idi, saqqızı partanın altına yapışdırırdı. Hə, çox yaxşı. Mən həmişə deyirdim ki, onu yapışdırmayın, insanın paltarına yapışır. Hər kəs də eləyirdi və inanın məndən başqa heç kəsin üstünə yapışmırdı o saqqızlar. Mən bir gün öz-özümə dedim, ay Allah, mən bunu eləmirəm, niyə məhz mənə yapışır da? Yanımda bir qız var idi, indi bilmirəm düşünərəkdənmi yoxsa yox, belə bir cümlə dedi ki, və indi düşünürəm nə qədər haqlı idi. Deyirsən ona o qədər inanırsan ki, o kiməsə zərər verəcək o saqqız. Qayıdıb özünüzdə olur təsir. Və indi düşünürəm ki, o mənim həyəcanım idi ki, onu mənə yaxınlaşdırırdı o hadisəni. Eyni şey məndə də yara baxımında olurdu. Məsələn, zədə alırdım, tutaq ki, arası bir yara olurdu. Fikirləşirdim ki, hara fırlanıb necə olacaqsa, yenə də gəlib təzədən ora nəsə dəyəcək. Yəni qoruyurdum, şey dedim ki, dəyməsin. Doğrudan olurdu. Yəni məsələn bir dəfə olmuşdu, balaca bir dənə uşağı idi, ayağım zədəli idi. Əlində sadəcə vilka oynadırdı, qaşıq oynadırdı. Necə fırlatsa gəldi, düz gəldi, həm yaraya girdi. Onda gördüm ki, nə qədər qoruyursan qoru, sən elə bil o diri qorxan gözə çöp düşər misalı. Əslində həmin o misallar doğrudan da həyatdan götürülmüş bir, yəni misaldır, çəkirlər ki, belədir. Onları görəndən sonra görürəm ki, nəyə çox fokuslanırsansa, sən onu qorumaq istədikcə o baş verir. Amma eyni şey uğurda da. Məsələn, sən nəyi daha çox uğura inanıb eləyirsənsə, addım atırsansa, o numerologiya falan var, deyirlər. Ki, rəqəm falan, nə bilim, enerji göndərirəm. Elə ona inanırsa, ona doğru da gedir. O baxımdan yaxşı bir şeydir, ona görə deyirəm. Amma mənfiyə köklənəcəksə pisdir. Yəni. Əlbəttə. Bilirsiniz mənə nə maraqlıdır? Yəqin ki, siz bu cür müzakirələri, öz fikrinizi uşaqlıqdan bildirməyə başlamısınız və adətən bu valideynlərin xoşuna gəlmir ki, uşaq məsələn öz fikrini ortaya qoyanda. Düzdür, indi müasir valideynlər daha yumşaq yanaşır buna. Mən xatırlayıram ki, bizim valideynlərimiz də, sən nə fikir bildirirsən, sən hələ uşaqsan və s. Bunu yaşamısınızmı? Olubmu belə şeylər? Əslində mən uşaq vaxtı çox sakit olmuşam. Və belə bir şey olub ki, paylaşmamışam. Uşaq vaxtından sakit olmaq bir kənara. Məsələn, yaşıdlarımla heç uyğunlaşmırdım. Yəni onlar məsələn oynayırdılar, davi filan, əllərim arxada əməli baş qırğın gedirdi məktəbdə, məhəllədə.
Mən həmişə belə qıraqdan baxırdım ki, niyə belə eləyirlər. Yəni bir növ beyin oyaqlığı deməyim, amma ən azından elə bir ki, daha biraz yaş baxımından daha yüksək yaşda kimi idim. Daha bəs bu yuxarı yaşda. cəmiyyət arasında elə öz bu ətrafınız arasında sizi belə qəribə göstərmirdimi ki? Demirdilər ki, Elvin bir qəribədir. O da olub həmişə. Universitet vaxtından da nəsə bir söhbət baş verirdi. Hamı işin içində emosional, ay nə bilim filan kəsi çıxardı, belə olsun, elə olsun. Mənə baxırlar, mən qıraqda oturmuşam belə sakit. Heç kimə baş qoşmurdum. Ümumi analiz aparırdım. Yəni ümumiyyətlə insanlarda var elə bir şey. Ümumi çərçivəni görmürlər. Və məsələn film sayəsində də həmişə dediyim bir şey var ki, filmə baxanda çox insan sadəcə filmə baxıb keçir, amma ümumi bir çərçivəni görməlisən ki, nədən gedir söhbət. Yəni başlanğıc bağlılıq, bu ötürmək istənilən nə idi, nə çıxarda bilərsən. Mən də həmişə oturub bu tip situasiyalarda baxırdım ki, doğrudan da burada gedən söhbətin axırı hara gedib çıxacaq. Məntiq axtarır. Hə, baxırdım görürüm doğrudan çox mənasız bir şeydir. Yəni əvvəl axır dönüb dolaşıb elə yerə gəlib çıxacaq ki, ya səhv biz çıxacağıq məsələn, ya heç bir məna kəsb eləməyəcək, söhbətin axırı yoxdur. O nəticəyə varanda görürüm yox, emosional davranılan şeylər, hə, Ervin vecinə deyir, nə bilim şey eləmir, baxmır, eləmir. Yəqin ki, onda sizi daha çox soyuq bir insan kimi tanıyır. Daha çox soyuqqanlı. Hə, ona görə də həmişə mənə deyiblər ki, çox soyuqqanlısan, hətta hissləri tam ötürmürsən. Amma yəni məndə bir balaca neytrallıq var. Yəni duyğusuzluq deməyək, sadəcə olaraq anında qəbullanma deyə bir şey var. Analiz edirəm, qəbullanıram ki, budur da yəni. Başa düşdüm. Bizim Elvin bəylə çox maraqlı film müzakirələrimiz olur. Ona görə çünki siz tək belə deyək də film çəkməyə, yaratmaqdan başqa həm də yaxşı izləyicisiniz, belə başa düşdük. Belə deyim, məsələn, filmə baxanda daha çox özüm də nəyə çox sevirəm. Filmin bir çəkilişini beynimdə canlandıram ki, tutaq ki, kamera hardan qurulub, işıq necə qurulub. Bunlar artıq videoqrafiyaya gedir ki, öyrənmə məqsədi ilə. Baxıram ki, məsələn, aktyor necə oynayır, həmin situasiyada o obraza necə girdi, məsələn, rolu oynamaq üçün ki, ağlamalı da tutaq ki, fikirləşəm nə düşünüb ağlaya bilər maksimum ki, o hissi ötürə bilsin. Və bizim filmlərə baxıram, xarici filmlərə baxıram, türk seriallarının filmlərinə baxıram, hamısını analiz edirəm ölkə olaraq, bir də ki, aktyor olaraq ki, onların öyrəndikləri, ötürdükləri nədir, bizdə nədir, xaricdə nədir. Görürəm ki, doğrudan fərq olur. Məsələn, xarici filmlərə baxıb ağlayan insan çox az görmüşəm. Yəni məsələn, onların dramı ilə türklərin dramı tam başqa-başqadır. Ya tutaq ki, deyirəm, Koreya filmlərinin dramı tam başqadır. Bizə qəribə gəlir onların xarakteri. Bunları analiz edəndə görsən ki, doğrudan insan psixologiyası ölkədən də həm də yəni qaynaqlanır ki, artıq insanların davranışı tam başqa. Baxmısınız yəni Koreya filmlərinə, seriallarına, görmüsünüz necə davranırlar. Yəni Hindistanda tam başqadır. Bəli, bəzən də gülməlik, onların ağlamaqları mənə. Hə, yəni məsələn çox qəribə gəlir. Xarici kinolara baxırsan ki, çox qəşəngdir, hər şey mükəmməldir. Məsələn, filmi mükəmməl çəkiblər, ssenari çox mükəmməldir. Amma təsir edicilik desən o dərəcədə çox vaxt tutmur insanı. Baxırsan, bəyənirsən, çox bəyənirsən. Amma məsələn bir türk serialına baxıb ağlayan insan daha çoxdur, nəinki xarici hər hansısa bir filmə. Məndə də həmçinin çox az olub. Yəni baxıb duyğusal yanaşmışam. Siz hansı istiqaməti sevirsiniz? Hansı həm janr olaraq, həm də ölkə olaraq hansı filmlər sevirsiniz? Film sayəsində daha çox əslində detektiv materiallarına üstünlük verirəm. Ən çox sevdiyim şey də budur ki, analiz eləmək orada daha çox olur. Yəni baxırsan, oradakı hamını şübhələnirsən, analiz eləyirsən. Onun həm dramı da olur, nə bilim, olur komedik məsələn detektiv materialları da var. Hər baxımdan nəsə öyrənə bilirsən ən azından. Bəzi düzdür, bəzən səhv məlumatlar olur. Yəni film məqsədi ilə üstünü bağlayırlar bəzək kimi. İnsanlara əslində səhv məlumat ötürürlər o baxımdan. Yəqin orada biraz özünüzü də sınayırsınız ki, nə qədər doğru gördüm, nə qədər doğru Çox sınayıram, hə. Yəni baxıram, məsələn, stop verirəm, oturub düşünürəm əməli başda ki, bir dənə analiz edirəm. Hətta olur ki, məsələn, filmin tutaq ki, 1 dəqiqə 33-cü, da əslində 1 saat 33-cü dəqiqəsindəyəm. Yadıma düşür ki, harasa 27-ci dəqiqədə belə bir şey var. Təzədən qayıdıram ora baxıram, görürüm var idi o doğrudan nə gördüm orada. Nəticəni mən məsələn filmin bitməsindən əvvəl tapıram ki, budur qatil tutaq ki. Bir də həmin o öyrəndiyim şeylərdə o baxımdan çox kömək olur. Onda sizlə filmə baxan çox darıxar ki, qoy baxaq axıra kimi kinoya. Axıra kimi olacaq. Yox, əksinə şeydir. Məsələn, mənlə filmə baxanda daha maraqlı olur. Səsimi çıxartmıram. Sakit axıra kimi baxıram. Hətta müzakirə edirlər, məndən soruşurlar ki, səncə necədir? Oturub danışırıq elə, daha maraqlı olur film. Hə, yəni elə bir filmdə maraqlı olur. Amma standart filmlərdə elə bir təxmin eləmə. Sadəcə deyirəm ki, sakit oturun, baxın filmə. Məsələn, sevmirəm o ərəfədə danışmağı. Bütün diqqətim filmdə olur. Və orada dediyim kimi filmlərdə hansı ki insanlara ötürülənlər, çox vaxt hansı ki səhv məlumat olur. Yəni mən bu baxımdan öyrənməyə daha çox üstünlük verirəm ki, gördüyüm hər şeyi anında qəbullanmayım. Yəni bu dəqiqə sosial şəbəkə də elədi. Məsələn, bir də görürsən anam gətirir ki, filan şey TikTokda, "A, filan şeyə bax, gör nə oldu." Deyirəm ki, əslində sosial şəbəkələr bu dəqiqə elə bir hal alıb ki,
İstənilən baxımdan səhv məlumatı paylaşırlar və anlamayan insan götürür o dəqiqə şey edir ki, bu düzdür. Özündə onu saxlayır. Filmlərin də ən böyük mənfisi odur. Əslində rejissor olsun, aktyor olsun, bir ssenarini oxuyanda elə bilgi sahibi olmalıdır ki, bilir ki, bu artıq insanlar izləyəcək. Yəni kütlə qarşısına çıxan bir şeydir. Məsələn. Və oradan öyrəniləcək nədir tam olaraq? Bizdə çəkilən filmlərin demək olar ki, çoxsu yəni bildiyimiz məişət üslubunda çəkilir. Xəyanət olsun, yəni digər şeylər. Bu zaten ön planda olan bir şeydir və rəylərə girib baxırsan, rəylər elə yəni bir dəfə olmuşdu, bir adam yazıb, nə bilim falan şey belə, falan şey belə. Girdim həmin o rəyin altına yazdım ki, "A, nə gözəl filmdəki obrazın gerçək personajdır bu." Bu yazıb şey kommentə. Anlamadı o, nə demək istəyirsən falan. Demək heç nə işdə. Yəni həqiqətən də filmdəki personajın gerçəyidir. O düşüncə ilə də yazmışdı. Elə filmdə göstərilmək istəyən məsələni deyirəm ki, xəyanət eləmiş bir qadın haqqındadır, onun baskıdır filan. Girib elə onun tərəfini tuturdu şey ki, yaxşı eləyirlərlə filan şey ölməlidir, o filan şey olmalıdır. Baxsan ki, əslində elə o filmdən yenə də eyni yerə gəlib çıxır. Heç nə dəyişmir, öyrətmək olmur. Yəni düşünürsüz ki, filmlə məşğul olan insanlar göstərdiyi işin biraz da məsuliyyətini Təbii ki, çox. Çünki biz əslində onlardan görüb götürürük. Yəni həmişə filmlərdən görüb götürmüşük. İndi də bu dəqiqə çoxdur. Hansısa bir filmə baxır, seriala baxır, obrazı bəyənir, obrazın bütün o yaxşı ya pis tərəflərini götürməyə başlayır. Siz dedikcə yadıma nə düşür? Bu fikri səsləndirmişdim yoldaşlar arasında ki, bunu çox gözəl türk serialları bacarır. Məsələn, son vaxtlar bilirsiniz nəyə aşılayırlar? Bilmirəm nə qədər düz deyirəm bunu. Qadınların güclü olmaqları bir yana, məsələn, elementar situasiyalar deyim, nəyə daha çox mövzuya üstünlük verirlər? Tutalım 3 dənə uşağı olan, 4 dənə uşağı olan bir qadın, kifayət qədər yaşı var. Birdən-birə başa düşür ki, bunun əri əslində narsist idi, abuzer idi və s. idi. Onu boşayır. Gənc bir oğlanla, qırğın qiyamətlə gözəl bir ailə qurur. Bu nə qədər realdır, yəni bu böyük bir sual altındadır. Amma bunu bu cür artıq sanki neçənci filmdə bunu görürəm, təbliğ olunur. Və insanlar buna həqiqətən də inanır ki, orada belə bir şey mümkündürsə, bunu mən də eləyə bilərəm. Düzdür, burada pis heç nə yoxdur. Amma hamının da bu qədər bəxti gətirmir. Təbii, bəxt gətirməkdən əlavə, məsələn deyirəm, 100 insanın 100-ünün də həyat hekayəsi eyni deyil. Film bir insan həyatı haqqında danışır, amma eyni vaxtda çox insana məlumat ötürürmüş kimi görünür. Və uydurulmuş bir şeydir sonuçta deyil. Yəni uydurulmuş, düzdür, hamısı həyatdan götürülür gerçək olaraq, amma o bayaq dediyim kimi bəzək vururlar üstünə, hansı ki yanlış məlumat belə olsa, biraz bəzəyirlər orasını, burasını ötürürlər. Çünki filmdir o. Filmdən sən maksimum baxıb bir maraqla baxmalısan, hekayə kimi. Bir kitabı da oxuyanda öyrənə biləcəyin çox şey var, amma analiz eləməsən, səhv məlumatsa elə səhv olaraq da yadında qalacaq. Yəni hər şey mükəmməl deyil. Sadəcə bir şey yoxdur. Çünki mən gənclərin də nə qədər təsir altına düşdüklərini görürəm. Mən yenə türk filmlərinə qayıdacağam. Son dövrlərdə adları yadımda deyil, çünki əslində baxan deyiləm, o qədər fraqmentləri görürəm. Yəni azdan çoxdan görünür. Bütün internet onsuz da onlarla doludur. Türk qadınlarını, hətta bunu storiesdə paylaşmışdım bir dəfə. Nə qədər çox qışqıran, davakar, onu deyəcəydim. Çox dəhşət, çox qışqırıq filan. Yəni evdə məsələn aşağıda baxırlar, gələm görüm qışqırıqdır da. Yəni ancaq televizordan qışqırıq. Gələm ki, nəyə baxırsınız siz? Deyir, filan kəs bəs şey eləyib, nə filan kəsi alladıb, şey eləyib. Deyirəm ki, əslində orada maraqlı bir situasiya yoxdur axı. Çox bəsit bir şeydir. Yəni gerçəkdə bu nə qədər adamın arasında olur, istənilən dost olsun, sevgili olsun münasibətdə. Amma onu filmə, seriala çevrilib, yəni bu qədər sizə maraqla baxırsınız, öyrədəcəyiniz bir şey yoxdur. Çox şişirdilmişdi. Hətta dəhşət çox böyüdülər. Rəhmətə gedən bir insana da aşırı vaxt ayırırlar orada, emosiya ayırırlar. Belə şeydən dramdır. Yəni əslində serialların məqsədi odur ki, nə qədər çox kütlə çəkə bilirlərsə, izləyici kütləsi, onlar üçün istənilən formada qazanc mənbəyidir. Amma onların artıq insanlar buradan nə nəticə çıxardacaq, nə götürəcəyi önəmli deyil. Elə məqsədləri odur ki, insanlar buna baxıb buna maraq duysunlar. Elə qoy bunu nəticə olaraq görsünlər. Yəni bir biznes məqsədi daşıyır. Yəni biznes məqsədi daşıyır türk serialları. Və siz məsələn gələcəkdə bildiyim qədər bir film planlayırsınız özünüz üçün. Onu hansı janrda düşünürsüz? Nə cür varmı belə bir ümumiyyətlə belə cızmaqaranız? Var, çoxdur. Həddindən artıq çoxdur. Hətta fərqli janrlardadır. Yəni detektiv janrında da var, hansısa qorxu janrında da var, yəni qarışıq dram janrında da var. Amma məndə heç vaxt şey olmayıb da, yəni mütləq ki, baxan izləyici nəsə öyrənməlidir deyə bir fikir olmayıb. Sadəcə olaraq həqiqətən də maraqlı olsun. Çəkilən bir şey maraqlı olsun və düzgün formada ötürülsün. Yəni o sadəcə əslində bir personajdır, gerçəkdə olmayan bir personajdır.
Çox vaxt düzdür, filmlərin əvvəlində yazılar ki, gerçək həyatdan götürülüb, amma nə qədər olmasa da bəzədilir. Amma məqsədim odur ki, yəni bir filmi həqiqətən də insanın beynini tərgin etmək lazımdır ki, burada olan hekayə gerçək deyil. Yəni sən buna baxıb, yenə də gəlir bu analiz söhbətinə ki, baxır dərk eləmədən götürər deyir ki, belədirsə belə düzdür. Mən məsələn nə ilahi bir insanam, nə mənim dediklərim hamısı düz ola bilər, səhv ola bilər təbii ki. Yəni %50 ya səhvdir, ya düzdür. Hər kəsin də öz yəni təbii ki, heç kimi ilahiləşdirib, yəni bu rejissor çəkibsə mütləq ki, nəsə ötürüb, bir mesaj ötürüb filan yox. O onun görüb götürdüyüdür, öyrəndiyidi. O da hardansa öyrənib, kitabdan baxıb öyrənib. Siz dediniz, bunu dərhal ağlıma gəldi. Bəzən bir situasiyanı göstərəndə də hamı eyni cür anlamır onu. O da artıq bax onun ətrafından, ailəsindən qaynaqlanır ki, öz IQ-sundan. Hə, yəni görüb götürdükləri nədirsə. Elə vaxt olur ki, o bayaq dediyim söhbəti, filmi çəkiblər ki, güya tənqid məqsədindən ailə problemi. Amma girib ora yazan adam elə onu dəstəkləyən deyir ki, hə, yaxşı eləyir falan şey. Görürəm ki, çox ciddi alıb filmi. Həqiqətən də giriş eləyir ki, ona ölüm lazımdır. Aktrisanı söyüb eləyirlər məsələn. Artıq bu insan onu dərk eləmir ki, bu filmdir. Yəni orada oynayan personaj da gerçəkdə belə deyil. Yəni ona verilən bir obrazdır. Burada yenə də qayıdır, dönür, dolaşır o mövzuya ki, baxıb əgər həqiqətən dərk eləsə ki, ətrafı ona birinci bunu tərqin etməli, öyrətməlidir. Ətrafı da demək ki, onun kimidir. Baxırlar, onların arasında gedən söhbətlər də odur ki, artıq onun içində formalaşıb belə böyüyüb. Deməli, belə bir nəticə çıxarda bilərəm ki, insan öncə öz çevrəsinə və öz IQ-suna belə deyək. Yəni inkişaf elətdirmək. Yəni maksimum ən azından sən baxırsansa harasa, baxdığın bir şeydən nəticəni düzgün çıxartmalısan, girib baxıb araşdırmalısan. Olur ki, mən harasa bir rəy yazıram, tutaq ki, hansı bir videonun altına. Beynimə sadəcə bir söz gəlir, sözün düzgün yazılışı əldən yadımdan çıxır. Hətta bilirəm, amma tam olaraq nə məna kəsb elədiyimi bilmirəm. O dəqiqə girib sözü araşdırıram ki, rəy yazanda o sözün həqiqətən orada düzgün bir mənası var, yoxsa yox. Araşdırıb görürəm ki, məsələn, lüğətdə qarşılığı budur, əsl anlamı budur, ötürmək istədiyi. Görürəm ki, uyğundur cümləmə, cümləmdə o sözü istifadə eləsəm doğrudan da fikrim tamamlanır. Bunu eləməklə sırf cümləm düz olsun deyə yox, özüm yeni nəsə öyrənim deyə deyirəm adətən. Yəni o sözü öyrənmiş oluram. Ola bilər ki, ümumiliklə söz də ola bilər ki, doğrudan da keçmişdən işlənilən sözdür, hansısa bir termin ola bilər. Əslində bu qədər xırda görünsə də baxın nə qədər önəmli bir məna daşıyır həyatımızda. Biz vaxt ayırıb, tənbəllik edib vaxt ayırmadığımız şeylər əslində çox da çətin şeylər deyil bunlar. Çox sadədir əslində, eynən. Bu dəqiqə hər şey bir telefondadır. Yəni sadəcə girirsən, 2 dəqiqə vaxt aparacaq məsələn onu eləmək. Amma indiki dövrdə insanlara o qədər zəhmət kimi gəlir. Hətta olur ki, məsələn deyirsən filan şeylə, yox, səbrim yoxdur, bir də gir filan şey yüklə, onu elə, bunu elə. Deyirəm, əslində çox bəsitdir. O vaxt insanlar kitabxanaya gedirdi, kitabxanalarda saatlarla kitabda axtarırlar nəsə məlumat. Növbəsini gözləyirdi ki, o kitab gəlsin, çatsın. Yəni araşdırmaq üçün o qədər yəni məlumat bazası qısıtlı idi, yəni çox deyildi. Onu öyrənmək üçün, öyrənməyə ac olan insan gedib tapırdı bir şəkildə. Amma indi hər şey əlimizin altındadır. Və dediyim kimi, hər şey əlin altında olduğu kimi də çox məlumat səhvdir. Yəni bir qaynağı, yəni daha doğrusu bir məlumatı bir qaynaqdan yoxdur, bir ən aşağısı 10 yerdən araşdırmalısan ki, düzgün nəticəni özün artıq analiz edib tapasan. Araşdırmaq deyəndə, əlbəttə ki, indiki vaxtda bu ChatGPT və sair yada düşür. Bunlara münasibətiniz necədir? Və düşünürsünüz bu bir inkişafdır yoxsa əksinə deyirlər, sonun başlanğıcıdır? Mənə görə əslində inkişafdır. Yəni belə bir şey var ki, əlindəki olan istənilən ləvazimatdan, istənilən məsələn bir əşyadan sən yaxşı da pis də istifadə edə bilərsən. Yaxşı istifadə edəcəksənsə, zaten yenə də sənə yəni qaba gedir, öyrənirsən. Amma məsələn primitiv bir misal çəkim də, tutaq ki, bıçaq. Bizə bir meşədə həqiqətən də çox böyük kömək ola bilər. Səni məsələn xilas ola bilərsən, canını qutara bilərsən nədənsə, ya məsələn yemək üçün kəsirsən, doğrayırsan, amma eyni şəkildə bir insanın həyatına da son verə bilər. Süni intellektdə elə bir şeydir. Əgər doğru istifadə edəcəksənsə, düzgün məlumat öyrənəcəksənsə, təbii ki, sən hər zaman öndə olacaqsan. Bir məlumatı var, yəni 10 saat araşdırasan, 10 saat tapasan, bir də var saniyələr içində sənə o məlumatı daha düzgün formada verir. Belə bir fikir gəlir ki, yəni bu süni intellekt insanların ünsiyyətinə, duyğulara, səmimiyyətə çox böyük bir zədə verəcək. Deməzdim əslində, süni intellektin çox gözəl bir, məsələn ChatGPT desək, çox qəşəng bir funksiyası var. Həmişə tərifləyir insanı. Sən nə edirsən elə, əladır, səndə yaxşı alınacaq, maksimum tərifləyir.
Və bunu internetdə bəlkə görmüsüz. Oyunlarda da eyni funksiya var. O deyirlər uşaq ailədən uzaqlaşır. Çünki ailə məsələn həmişə baskı altında saxlayır ki, nə isə bacarmadı, nə oxumadı, nə əlindən gəlmədi. Uşaqlar daha çox oyuna maraqlı olur. Çünki sən orada udanda sənə deyir ki, əlasan, davam elə, yaxşı gedir. Əslində bir çox yerdə belə bir düşüncə var ki, tutaq tənbih eləməlisən, tənqid eləməlisən ki, nəticə çıxartsın. Amma bu yenə dediyim kimi 100 insanın yüzündə də eyni deyil. Çox insan həqiqətən tərif eşitmək istəyir. Yəni ən azından sadəcə xoş söz belə ona motivasiya verir ki, məni təriflədilər. Bəzi insanlar həqiqətən də olur ki, məsələn 5 nəfər pisləyir, o prinsip aparır ki, yox, mən bunu eləyəcəm. Amma düzdür, eləyir, sadəcə olaraq onu eləyəndən sonra qayıdır deyir ki, məni pisləyirdilər, hər yerdə belə eləyirlər, amma mən gəldim elədim filan şeyi. Hirs var elə. Hə, yəni hamıda o şey var ki, hirs var ki, mən bunu elədim də, mənə nə bilim, ailəm belə dedi, icazə vermədi, nə bilim, qardaşım gəldi, qarışdı, qoymadı, nə rəy yazdılar filan yerdə, məsələn deyirəm, bloger tutaq ki, amma yenə də mən gəldim bunu elədim, gəldim bu yerə çıxdım. O əzab-əziyyətli yolu fikir versə insanlar yaradır hamısı. Yəni keşməkeşli yol deyirlər, o dağlar aşırsan gəlirsən, uğura gəlib imza atırsan, amma o uğura gəlməyin əslində çox rahat bir yolu da var. Yəni sən bunu artıq görürsən, düşünürsən ki, bu insanlar səni məsələn pislik eləyir. Daha düzgün formada, yəni beynini formalaşdırırsan, özün öyrənirsən və öz bildiyindən davam edirsən. Həmin o inanc da burada kömək olur hətta. Sən bir inanca bağlayırsan, deyirsən ki, yaxşı olacaq. Mən bayaq dedim, 100 nəfər deyirdi məsələn, yox. Mən dedim ki, yox, alınacaq yəni. Və onu öz içimdə dedim, inandım həqiqətən də ki, olacaq. Yəni mənim belə bir şansım var. Həqiqətən də oldu. Onu gördüm ki, doğrudan inam, həm də ki, ətrafın dediklərini bir balaca görməzdən gəlməyə, dərd eləməmək. Bu çox kömək olur. Burada təbii ki, insanın bayaq dediyimiz kimi öz dünya görüşü və IQ-su çox önəmlidir. Çünki o siz idealı dediyiniz bir məsələn fikir var ki, yox bu olacaq. O da adekvat bir düşüncə olmalı, deyilmi? Əslində bir növ o inancın da bir balaca şeyi var da, qədəri var. Yəni mənə görə məsələn bir adam tanıyıram, keçən dəfə qayıdır ki, mən 25 yaşımda öləcəm, inanıram buna. Deyirəm ki, sən məsələn nəyi ön planda tutub bunu deyirsən? Niyə belə bir şey istəyirsən ümumiyyətlə? Niyə buna inanasan da 25 yaşında? Deyir ki, nə bilim. Hə, deyir yox, deyir məsələn şeydir. İndi özü də bu videoya baxsa biləcək. Məsələn deyir ki, mən milyon qazanıb öləcəm 25 yaşında. Qazanmasam və hətta bununla bağlı ssenari də yazıb. Öz hekayəsini ssenariləşdirib, deyir ki, bunu çəkəcəm 25 yaşında da öləcəm, inanıram buna. Və bunu deyən tək o deyil. Neçə nəfər bunu eşitmişəm. Biri deyir 50 yaşında öləcəm, inanır buna. Mən baxanda sadəcə düşünürəm ki, niyə belə bir şey inanasan? Yəni artıq inancın da həqiqətən bir sərhəddə olur. Görürsən ki, bəzən doğrudan da inanmaq çox problemə yol aça bilir. Çünki eşitmişəm ki, olub həqiqətən. Məsələn, bir alim olub, inanıb ki, 47 yaşında, neçəsi yaşında öləcək. Həqiqətən də deyirlər ki, həmin günü ölüb, yəni həmin il. Bu həm də bunun tərsi də var. Bu plasebo effekti deyirlər. Əksinə sağalacağına inanan insanlar sağala bilirlər. Xəstəlikdən. Yəni inanc çünki sadəcə bir belə deyək də gözə görünməz bir şey deyil. O da psixologiyaya təsir eləyir. Neyronlara təsir eləyir, beyində bir dəyişikliklər baş verir, orqanizmdə dəyişikliklər baş verir. Yəni düşüncə, sadəcə düşüncə deyib keçmək məncə düzgün olmaz. Yəni mənə görə necədir? İşçi qüvvədir neyronlar. Hansı ki sən məsələn o işçilərə pis məlumat ötürsən, pis şey yönəltsən, onlar da sənin bədən və o pisi ötürəcəklər. Yəni sağalmalısansa pisi düşünüb zaten elə gün-gündən özün öz içki yeyirsən. Amma sən sağalmağı düşünəndə neyronlar da sənə kömək olur o baxımdan. Həqiqətən də beynindən sağalacağın yerə maksimum enerji ötürürsən ki, oranı təbii formada özün yəni düşüncə ilə sağaldasan beyin gücünə. Ki inanıram ki, bu mümkündür. Hətta yoxlamışam bunu da. Dediyim kimi çox araşdıran bir insanam. Nəyi yoxladım? Mənim gözüm məsələn zəifdir. Bir dəfə yoxladım ki, doğrudan da mən hər səhər oyananda qabağımda bir yazı var idi otaqda. Səhər oyananda mən o yazını görəcəm. Yəni hər gün daha yaxşı görməyə başlayacağam. Hardasa ikinci həftədə oyandım, gördüm ki, o yazını görürəm həqiqətən də. Bu artıq yəni belə deyim də, şuur altında olan bir şey deyildi. Həqiqətən də gözüm o toparlanıb o yazını gördü. Onu görəndən sonra təsdiq edim, demək olur. Ondan sonra eləmədim məsələn. Yəni sadəcə mənə maraqlı idi ki, olacaq yoxsa yox, gördüm ki, həqiqətən də elə bir şey var. Çünki hər şeydə insan dəyişmək istəmir ki, bəzən sadəcə sınırsan, yəni. Bununla yaşaya bilirsənsə dəyişmək istəmirsən. Bir növ disiplindir. Məsələn, məndə disiplin baxımından bir balaca tənbəlliyim var. Yəni bu dediyim kimi gözü sağalda bildiyim halda özüm stop verdim, dedim ki, vəssalam, bildiyim var belə bir şey, daha yoxlamıram, ya bura qədər bəs idi. Demək ki, tam da sağaltmaq istəyəndə bu sizə mane olmur. Hə, yəni sıxıntım olmayıb deyə bu baxımdan, məsələn, eynək taxmağı da sevirəm.
Amma bir də dediyim kimi bir balaca tənbəllik. İnsan o disiplini qurmayanda, nə qədər qursan belə iradən əgər zəifdirsə bir balaca 5 gün eləyəcəksən, 10 gün eləyəcəksən, sonradan yorulub başqa yerə keçəcəksən. Vəssalam, biraz dincəlin. Buna da oxşar situasiya mən nə vaxt yaşamışdım. Mənim yaxın çevrəm deyir ki, sənin də hər situasiyaya aid psixoloqundan söhbətin var. Deməli, mən dedim ki, bir gün öz psixoloquma illər öncə, çox illər öncə ki, mən ingilis dilini öyrənə bilmirəm. Mən uşaqlıqdan, yəni təbii ki, o vaxt uşaq idim, öyrənmək istəmirdim. Və bu yaşa çatmışam, hələ də öyrənə bilmirəm. Gedirəm kursa, nə bilim, onu al oxu, bunu elə, onu yüklə. Öyrənə bilmirəm. Dedi, mən bunun çox sadə cavabını bilirəm. Deyirəm, paylaş məndən. Deyir ki, sən heç vaxt nə xaricdə işləmək istəmirsən, nə xaricdə yaşamaq istəmirsən, öz ölkəndə də nə xaricilərlə işləmək istəmirsən, nə də ingilis dilini istifadə eləmək istəmirsən. Düz deyirəm. O baxımdan məqsəd yoxdur. Dedim, hə, düzdür. Deyir, sənin də beynin səndən daha ağıllıdır. Deyir, bu mənim nəyimə lazımdır. Artıq məlumat kimi artıq götürmür də beni. Düzdür, razıyam. Ne qədər haqlıdır. Eyni də sən gözlə bağlı deyirsiniz. Yəni hardasa içinizdə istəmirsiniz. Çünki istəsəz zaten onu eynən, yəni onu istəsəm zaten mən çoxdan üstünə düşüb dərmanla, əməliyyatla filan. Bunu seanslar vaxtı da mən çox müşahidə elədim ki, hər dərdindən şikayət eləyən dərdini çarə tapmaq istəmir. Yəni belə bir şeydir də, elə bir ki, hə, sərf eləyir, rahatdır, o rahatına düşkün insandır bir növ ki, səbri çatmır nəyisə eləsin. Məsələn, bu adam incidir, amma mən onunla bərabərəm. Burada bir məntiq olmalıdır. Demək ki, hardasa bu sənə sərf eləyir. Sadəcə insan bunu gözlənti. Bir də beyində əslində həqiqətən belə bir şey var da, hər insan öz maraq dünyası var. Axı istənilən formada hara fırladırsan fırlad, gəlib yenə də o öz istədiyinə bir yerdə çatmağa çalışır, özündən asılı olmadan. O şey var, hansı ki beyin istəyirsə eləyir. Məndə də məsələn uşaq vaxtı məsələn məktəbdə oxuyan olmamışam. Yəni hətta 2 alan var idi. Mən heç onu belə şey eləmirdim. Yəni ondan betər idim. Amma görürsən 17 yaşımdan sonra onlara nisbətdə bu dəqiqə daha çox öyrənməyə meylliyəm. Artıq özüm istəyəndən sonra İstənilən formada kitab da oxuyacağam. Məsələn, coğrafiya marağım yox idisə, indi coğrafiyada artıq maraqlı gələn nəsə varsa öyrənirəm. Dil baxımından da eyni şəkildə ingilis dilində sizin kimi məsələn öyrənməyə ehtiyac duymamışam. Marağım olmayıb, amma hal-hazırda sırf işimlə bağlı olur ki, proqramlardır, yəni nə bilim YouTube-da videolar daha çox ingilis dilində olur, baxdığım, öyrəndiyim. Baxıram ki, başa düşürəm artıq. Halbuki öyrənməmişəm ingilis dilini. Öyrəndikcə istək var və sən görürsən ki, sözləri də anlayırsan, cümlələri də anlayırsan və danışmağa gələndə də artıq görürsən çox şey düzəlir, bir əlləyiş var. Demək ki, buradan da valideynlərə də bir çağırış olsun ki, uşaqların üstünə bu qədər bəzən düşməyə ehtiyac yoxdur. Həqiqətən öz istəklərinin üstünə getməlidirlər. Ki, çox valideyn deyir ki, məsələn də oğlum böyüyəndə heç olmasa ailəsini saxlaya biləcəyi bir işdə olsun, qazancı olsun. Amma inandırım, əgər o istədiyi yerdə deyilsə, qazana bilməyəcək. İstədiyi yerdə olsa qazanmağa onsuz da can atacaq. Yəni istənilən formada o misal da var, deyir ki, mahir bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan. Bəli. Yəni elə bir situasiyadır. İki mövzu da var. Onu da istəyərdim sizin fikrinizi biləm. Bir dostluq mövzusu, bir həmin qazanc pul mövzusu. Fikir verirəm ki, məsələn, siz yaşlarda insanlar və daha sizdən də gənclər dostluqda həm dost tapa bilmirlər. Dostluqları uzun sürmür bəzən. Və ümumiyyətlə dost anlayışı get-gedə elə bil ki, çox belə bəsitləşir. Onun əsas mənə görə kökü nədən qaynaqlanır? İnsanların çox emosional davranması. Məsələn, mənim 12 illik dostum var. Həmişə örnək çəkəndə, kimsə sual verəndə bunu deyirəm ki, bizim bu qədər müddət dost qalmağımızın ən birinci səbəbi biz heç nəyə problem eləmirik. Yəni tutaq ki, deyirəm, mən nəsə eləməliyəm, işim düşüb ona, tutaq ki, həmin situasiyada kömək eləmir də, yola verir. Deyirəm, mən yaxşı özüm eləyərəm. Yəni bunu heç vaxt içimdə saxlamıram ki, ehtiyacım oldu, o gəlmədi, emosionala bağlamıram heç vaxt. Bu baxımdan 12 ildir çox qəşəng bir ünsiyyətimiz var. Bir dəfə belə olsun, dalaşmamışıq. Amma insanlarda həmişə gözlənti var. Dostumdursa filan şey eləməlidir. Nə bilim, yüklüyürük. Yəni qarşındakı insana öz məsuliyyətindən savayı sən yükləyirsən ki, mən elədim, o da eləməlidir. Ay nə bilim, dostumdursa eləməlidir. Ya nə bilim, dostumdursa gedib məndən başqa adamla görüşməməlidir. Biz dostuq, yaxın dostumdur filan. Məndə heç elə şey yoxdur valla. Yəni o öz şəxsi həyatı var. Mənim məsələn öz şəxsi ətrafım var. İstənilən formada başqa insanlarla da gedib oturacaq təbii ki, normaldır. Biz bir-birimizə bağlı, nə bilim, kəndir deyilik, ip deyilik, heç nə yoxdur bağlılıq. Buna görə də görürsən 12 ildir çox rahatlı dostluğumuz davam eləyir. Maşallah olsun. Emosional baxımdan bax, insanlarda o şey var ki, dəhşət çox yüklüyürlər, hər şeyə yük verirlər. Hər şey həssas yanaşmaq və belə dediyimiz kimi başqası çox yüklər.
şey. Bəs gəlir və pul baxımından, çünki bu da bir gənc insanların yaralı yerinə çevrilib və maksimalistlər hər şey tez, sürətli olsun. Hə, əziyyətsiz bu arada. Niyəsə əziyyət çəkmir, çoxlu pullar qazanım və bunun əsasında yanlış şeylər də çox eləyirlər. Çünki böyük və tez pullar yanlış yolla gələn pullardır. Düzdür, razıyam. Siz necə baxırsınız bu situasiyaya? Məndə necədir? Məsələn, çox insan həqiqətən də gözləyir ki, falan yerə işə qəbul olsun, falan yerdən qazancı olsun. Ya demək olar ki, %90% ətrafında olan insan gileylənir ki, iş yoxdur, gəlir yoxdur, qazanc yoxdur. Amma həqiqətən də o misal çox doğrudur ki, komandan çıx ki, səni görüm. Sən həqiqətən bir düzgün şəkildə bir məlumat yığsan, baza yığsan, düzgün ünsiyyət qura bilsən, danışa bilsən, istənilən yerdə gedib işə qəbul ola bilərsən. Yəni məsələn deyirəm, tutaq ki, mən bir müdirəm ya haransa şirkət sahibiyəm, gəlib bir işçi. Əgər mən onda hər hansı bir potensial görmürəmsə, yəni digər 10 nəfərin arasında 2 nəfərdə daha yaxşı potensial görürəmsə, yerdə qalan 8 nəfəri təbii ki, seçə bilmərəm. Yəni əgər işə zərər gətirəcək, görürəm ki, məsələn bu hansı işi görə bilməz də. Eyni şəkildə təbii ki, hansı bir şirkət rəhbərində gözləntisi odur ki, onun şirkətində bir yenilik olsun, nə bilim, daha çox qazanc əldə eləsin ki, qazanc verə bilsin. Çünki hamının həyatı eynidir demək olar bu baxımdan. Bir dövr var, dövriyyə var. Və insanlar bax ünsiyyət baxımından nə qədər ki yeni şeylər öyrənməyəcəklər, nə qədər ki gileylənəcəklər, deyəcəklər ki iş yoxdur, pul yoxdur. Elə həmişə də elə qalacaq. Mənfiyə köklənə elə orada da yerində sayacaqlar. Məndə məsələn belə bir şey olub ki, o çay var idi, axır hardan bağlayırsan yenə də axacaq o su. Yəni burdan bağlanıbsa gedib o tərəfdən iş tapmışam. Burdan bağlanıbsa gedib o tərəfdən iş tapmışam. Həmişə B planım olub. Əsas istəkdir. Eynən, əsas istəkdir. Yəni sən bilirsən ki, pul önəmli deyil, amma pul qazanmaq təbii ki, önəmlidir. Ehtiyac var. Yəni mənim üçün 1000 manat da eynidir, 1 milyon da qoysalar eynidir. Yəni həmin situasiyada pulumun olmadığı vaxtlarda da olan vaxtlarla eyni xarakterdə olmuşam. Heç vaxt nəyisə dərd eləməmişəm, heç vaxt beynimdə nəyisə düşünüb şey eləmişəm, ayda mən nə edəcəm falan şey yoxdur. Hə, anında sadəcə çıxış yolu axtarıb tapmışam. Olmayıbsa da sadəcə dayanmışam, yəni düşünməmişəm bu baxımdan. Amma bu da məncə fərdi bir bacarıqdır, çünki bu hər adamda yoxdur. Bu təbii ki, yəni dediyim kimi çox emosional davranan insanlar və eyni o necə ki dost söhbəti falan gözləntisi olan. Məndə heç vaxt gözlənti yoxdur. Anında sadəcə qəbullanma var situasiyanı. Və duyğusal, emosional yanaşmayla heç nəyə baxmıram ki, niyəsə mən bunu elədim, aynəm qəpiyi götürməmişdi. Və o qəpiyi götürsəydim mənə pul gələcək bu dəqiqə. Görsən Allah tərəf verilmiş bir şey də eləməm. Elə bir inancım yoxdur. Yəni situasiyadır. Bu o şeyləri sadaladınız, gözəl danışmaq, diksiya və s. Mən öz qızıma həmişə deyirəm ki, bax qızım, sənə 3 qayda deyirəm. Hansı ki, sənə həyatda həmişə lazım olacaq. İstər məktəbdə, dostlar, məsələn, gələcəkdə partnyorunla və s. Deyirəm, birincisi, həmişə çox gözəl görün. Yəni demirəm, gözəl ol, nə bilim, plastik nəsə, gözəl görün. Səliqəli görün, saçın qəşəng olsun. Gözəl görünüş hər kəs çox xoşdur. Hər yerdə qabağa atır, eynən. İkincisi, gözəl danışıq qabiliyyətin olsun, diksiyan olsun. Çünki qəşəng danışan insanı dinləmək istəyirsən. Qəşəng danışan insan çox özgüvənli görünür və xoşdur ondan. Üçüncüsü isə ünsiyyət qurmağı bacar. Yəni bura hər şey aiddir. Bəzən yola verməyi, bəzən dil tapmağı, bəzən kimə söz yerini göstərməyi, tanış olmağı. Düşünürəm biz bütün valideynlər uşaqlara bax bunlardan başlasaq. Amma məsələn yanlış şeylər çox görürəm. Əksinə, o vurdu, sən də vur. Səhv məlumat ötürməkdir. Hə, yəni aqressiv şəkildə deyil, daha məncə məntiqli, yumşaq. Bizim bir qohumumuz var, həmişə deyirdi ki, sən belə böyüdürsən, sabah bir uşaq çıxacaq, ona nə bilim belə deyəcək, elə deyəcək. Deyirəm, hər insan fərqli bir şeylə əldə eləyir. Məsələn, mən düşünürəm ki, mənim qızım insanları sevgi ilə əldə eləyən insan tipidir. Məsələn, elə adam var ki, sərtliklə götürür insanları belə. Bir də var sözlə idarə edən. Elə var sözlə, eləsi var ki, özünü, eləsi var ki, pişiyimlə, eləsi var ki, o diri ilanı yuvadan çıxartmaq. Eynən, şirin dil söhbət. Mən məsələn, öz müşahidəmə görə düşünürəm ki, onun zaten alətləri var. Mən ona əlavə deyim ki, yox qızım, get hamı ilə sərt, onda o qabiliyyət yoxdursa, onda o bacarıq yoxdursa, o onunki olmayacaq, onun aləti deyil o. Yəni belə bir şey də var ki, indi mənim yanaşmama görə necədir? İstənilən ortamda, istənilən insanlara uyğun davranmağı biraz bacarmaq, xamilyon kimi. Xamilyon da əslində məsələn rəng uyğunlaşması deyən bir şey var da. Sən tutaq ki, bir ortamdasan, xarakterləri biraz sərtdir, yəni tənqid edən insanlardır.
həmin situasiyada bir balaca artıq onlara tərəf çevrilməlisən. Çünki bax bu çox doğrudur. Çünki mən gənclərdə əksini görürəm. Yenə də türk serialları sağ olsun. Eynən o hikkə şey eləyir ki, yox, şey eləyəcəm, sübut eləyəcəm. Bu cool deyil, bu qəşəng, bu səni mədəniyyətsiz göstərir. Serialların insanlara təsirləri. Yəni bir də bəzi psixoloqlar, koçlar o səslənişlər eləyir ki, öz düşündüyünü denən getsin, başqalarını, yox sən düşdüyün ortama məncə sayğı duymalısan. Elementar bir situasiya deyim sizə, siz də görmüşdünüz. Bir oğlan var idi. Bilmirəm nəçi idi o. Hansısa bir kəndə, ucqar kəndə şortiklə getmişdi. Görmüşdüm, və onu çəkib paylaşmışdı ki, bunlara bax, məni daşa tutublar, ay vay və sair və ilaxır. Mən düşünürəm ki, o situasiyada oğlan haqsız idi. Niyə? Məsələn, biz şəhərdə olanda hansısa bir ucqar kənddən bir adam gələndə, bəkdən danışanda, indi biz ona ruslar demiş zamечание tuturuq ki, ay bura qışqırma, bura şəhərdir, uyğunlaş. Bura gəlmisənsə, bura uyğunlaş. Sən də ora getmisənsə, onların adətinə sayğı duymalısan, hörmət duymalısan. Bunlar üçün sən onların evinə gəlmisən də, onların evində bu cür gəzmək ayıbdır. Uyğunlaşmalısan. Mən düşünürəm o çox böyük mədəniyyətsizlikdir, o oğlanın etdiyi. Tək oğlanla söhbət getmir, ümumiyyətlə bu situasiyalar. Bu bilirsən, nə yaxşı deyir, köhnə kəndə təzə adət gətirmək. Əslində bir tərəfdən mən məsələn həmin situasiyalarda biraz neytral yanaşıram. Necə? Həmin məsələn kəndin sakini videoya baxmışdım. Eyni şəkildə həmin oğlan da. Hər ikisinin də özünə məxsus bir fikri var. Yəni məsələn kəndin adəti deyib Diyanan məsələn həmin dayı, o da telefon çıxarıb şəkildə şeylər sonradan. Və məsələn şortik giyməyən əslində heç də mənfi, nə bilim belə kiməsə söz atma olmadığını. Əlbəttə ki, ümumilikdə pis deyil, amma ora uyğundur. Amma burada məsələn bir şey də artıq ön plana çıxır ki, əslində oralar artıq turistik bir zona olub deyə gəlib gedənlər çox olur. Məsələn xaricdə belə bir şey var ki, harda olursan ol, fərq eləmir. Yəni müəyyən bir millətdən gəlmiş insanın görüntüsü nədir? Heç kim ona heç baxmır, fikir vermir. Yəni qəbullanırlar bunu. Biz məsələn həm də o tərəfi tutub şey eləsək ki, əslində düzdür, belə də olmalıdır, adət-ənənə qorunur filan. Təbii ki, hər iki insan da bir-birinə düzgün formada məsələn danışıb anlaşsa. Bəli. Amma bilirsiniz Elvin bəy bizi incidən orada nədir ki, biz ona adət-ənənə adı veririk. Amma məncə bu sadəcə bir hörmət əlamətidir. Təsəvvür siz məni dəvət eləmisiniz öz evinizə. İndi zaten elə geyinən deyiləm, məsəl üçün deyirəm. Orada sizin ailəniz var. Və çox açıq-saçıq bir geyində gəlib oturam sizin evinizdə. Öz-özünüzə deyirsiniz ki, mən burada atam var, mən burada anam var, qonaqlarım var. Yəni bu necə bir geyimdir? Siz mənə bəlkə də qınamayacaqsınız və mən özümə deyəcəm ki, onun ixtiyarı yoxdur ki, mənə qarışsın. Amma sizə toxunar ki, sən mənə hörmət duymursan, sən mənim ailəmə qarşı bu cür, yəni hörmətsiz deyilsən. Razıyam təbii ki. Yəni o tip situasiyalarda çox olub. Yəni onu istəsəmin qıraqdan belə baxsan ki, insanda ən azından bir düşüncə olar da bunu eləyəndə demək ki, görməyib yəni bunu. Eynən. Amma digər situasiya məsələn qaydanda əslində həqiqətən də bir gerçək olaraq hər iki tərəfdə də elə böyük bir şey yox idi. Yoxdur, əlbəttə. Yəni elə böyük bir şey yoxdur. Yəni bəzi şeylər var ki, məsələn siz dediyiniz həqiqətən də problemə çevriləcək bir şeydir. Çünki orada artıq oturuş, duruş, nə etika filan bunlar hamısı dövrəyə girir. Amma digər tərəfdə sadəcə olaraq iki insanın aqressiyası idi. Biri məsələn öz istəyini, digəri də öz düşüncəsini bir-birinə qarşı belə zid şəkildə. Orada elə bir belə situasiya vardı, sanki oğlan həqiqətən də biraz qıcıqlandırmaq istəyirdi ki, görüm gedim onlara. Məsələn mənim 35 yaşım var. Mən indiyənə kimi harasa gedəndə maraqlanıram orada hansı ortam olacaq. Məsələn biləndə ki, çox yaşlı insanlar var. Ona uyğun artıq. Bu demək deyil ki, mən hansısa manipulyasiya və yaxud mən özüm deyiləm o bəzi koçlar deyir, özün ol, özün istədiyi kimi. Onu mənə çox şey eləyiblər, hətta deyən olub ki, sən özün deyilsən, özünü çox nəm şey eləyirsən, dəyiş yaparsan. Bu siz deyən kimi uyğunlaşma bir metod. Yəni mən hər yerdə özüm kimi olacaq olsam, məsələn deyirəm, otağımda tək oturanda ayağımın üstünə qoyub otururam. Onda gedim falan yerdə də ayağımın üstünə qoyub otururam. Bəzi gənclər onu səhv başa düşür. Bax, eyni dediyiniz kimi də davranır. Bax, o artıq düzgün bir şey deyil. Olduğun ortamda etik olaraq qaydalar nədirsə, məsələn deyirəm, tutaq ki, çox varlı bir məclisdəsiz. Yəni orada necədir? Tutaq ki, gətirir vilkanı belə tutursan, necə uyğunlaşdırırlar özlərini ki, şey görünməsinlər də, pis görünməsin. Yəni sən ona uyğunlaşdığın kimi istənilən ortamda da digər tərəfə də uyğunlaşmağı bacarmalısan. Yəni pisə də, yaxşıya da hər yerə bir ayaq uydurmalısan. Amma beyninin içində oradan kənara çıxmamalısan. Götür, analiz elə. Hər iki tərəfi də gör. Yəni burdan da ged öyrən, oradan da ged öyrən. Ümumi dəyişmirsən ki, situasiyaya görə və məncə insanın elə böyüklüyü, müdrikliyi
bundadır ki, uyğunlaşa bilsin və Neytralda qalıb uyğunlaşır. bəli, bəli. Çox sağ olun Elvin bəy. Çox xoş idi söhbət eləmək. İnanın dayanmaram, amma bilirəm ki, hər kəs evə getmək istəyir. Yəni. Çox sağ olun, çox təşəkkür edirəm. Əminəm ki, bir daha görüşəcəyik sizlə. Mən də çox sağ ol bildirirəm, çağırdınız, qonaq elədiniz. Çox böyük təşəkkürlər. Çox sağ olun. Çox xoş oldu söhbət eləmək. Minnətdaram.